Salam əziz abituriyentlər. Bugün biz sizinlə birinci qruplar üçün nəzərdə tutulmuş kimya testlərinə baxırıq. Yəni kimyadan 20 variant sınaq ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun şəkildə. Birinci test sualına baxırıq. Birinci test sualında bizə deyək maddənin aqreqat halına aid bir cədvəl verib. X maddəsi 20 dərəcədə əriyir, 100 dərəcədə qaynayır. 120 dərəcədə qaynayır, 20 dərəcədə əriyir. Deməli, 20-120 aralığında bu maye halındadır. 20-dən kiçik bərk halındadır. 120 və 120-dən yuxarı isə artıq qaz halındadır. Eyni zamanda Y -10-da artıq əriyir. -10 80 aralığında mayedir. Z isə -10 90 aralığında maye halındadır. İndi bizə sual verir ki, hansı temperaturda hər üç maddə eyni aqreqat haldadır? Deməli, -5-də olmaz, çünki X ilə Z bərk halda olacaq -5-də. -5 olmaz, çünki Y düz gəlməyəcək. -15 yenə 20-dən kiçikdir. -100 daha böyükdür. -25 dərəcədə fikir verirsinizsə, həm X, həm Y, həm də Z. Yəni, bunların maye halına uyğundur. Həm X, həm Y, həm də Z-in maye halına uyğun olduğu üçün doğru cavab E variantı. İkinci suala baxıram. Hansı qarışıqlar distillə üsulu ilə ayrılır? Etil spirti ilə su. Biz bilirik ki, spirt ilə suyu distillə ilə ayıra bilərik. Bir də sirkə turşusu ilə suyu. Çünki bunlar eyni cinsli qarışıqdır və distillə üsulu bilirik ki, maddələrin qaynama temperaturlarının müxtəlifliğinə əsaslanır. Doğru cavab 1 ilə 4. Üçüncü suala baxıram. Üçüncü sualda bizə deyir, hansı elementin valent elektronlarının sayı ümumi elektronların 75%-ni təşkil edir? Biz bilirik ki, valent elektronu dedikdə, yəni valent elektronu qısa elektron formulunda verilmiş elektronların cəmidir. Magnezyumun qısa elektron formulu 3s-2-dir. 2 valent elektronu var. 2 böl 12 vur 100, 75% verməz. Karbonun qısa elektron formulu 2s2, 2p2-dir. 4 valent elektronu var. 4'ü 6'ya bölüb 100'ə vuranda 75% etməz. Kalsiyum 20'dir. Kükürt 16'dır. Oksigen 8. 2s'də 2, 2p'də 4'dür. Bunun 6 valent elektronu var. Mühakimə qururam ki, 8 elektron 100%'dir. 6 elektron X'dir. X'i hesabladıqdasa 75% olduğu görülür. Dördüncü suala baxıram. X elementinin qısa elektron formulu 3s'də 1'dir. Əgər X elementinin qısa elektron formulu 3s'də 1-sə, deməli 1 valentlidir. Y elementi isə 3s2, 3p4'dür. Mən bu formula görə P'də 2 tək elektron olduğu üçün Y-in də 2 valentli olduğunu deyirəm. Və X ilə Y arasında valentliyi çəkərkən Y2, X1 formulum olur. X2, Y. Əziz dostlar, dördüncü suala baxıram. Qarışıqların ayrılma üsulları hansı halda doğrudur? Deməli, 5-ci suala. Qarışıqların ayrılma üsulu hansı halda doğrudur? Deməli, birinci bizə verib distillə üsulun. İkinci verib bizə ayrıcı qıf, üçüncü isə verib süzmə üsulu. Distillə ilə mən etil spirti ilə suyu ayıraram, 1'ə uyğun 4'dür. Ayrıcı qıfla neft və su, eyni zamanda bitki yağı və su, sıxlıqlar fərqli olduğu üçün neft də ayrıcı təbəqədən yuxarı toplanacaq, eyni zamanda yağ da. Deməli, 2'yə yazıram 1 ilə 2, gil və su qarışığınca süzmə üsulu ilə edirəm. 3'ə də yazıram 3. Doğru cavab B variantı.
6-cı suala baxıram. 6-cı sualda birləşmədə elementin kütlə payının tapılmasına aiddir bu. CnH2nO birləşməsində karbonun kütlə payı 40%-dir. Bizdən n istəyir. Mən əvvəl bunun molyar kütləsini tapıram. M CnH2nO. Bunun molyar kütləsi olacaq 12n, 12 karbondur, 2n, bu da 16. 14n üstə gəl 16. Mən n'in qiymətini tapmaq üçün bu düsturdan omega bərabərdir. Omega bərabərdir n vur AR böl molyar kütlə vurulsun 100% düsturundan istifadə edirəm. Deməli, karbon 40-dır, 40 bərabərdir. Karbonun kütləsi 12-dir, n yerində qaldı. Kütlə də 14n üstə gəl 16-dır. Vurulsun 100. 40 ilə 100-ü ixtisar aparacam. 20-yə 2 dəfə, 20-yə 5 dəfə. 28n üstə gəl 32 bərabər 60n. 32n bərabər 32, n'in də qiymətinin 1 olduğunu tapıram. Doğru cavab B variantı. Əziz dostlar, bunu biz başqa üsulla da istifadə edə bilərik. Riyazi qaydada, daha asan şəkildə. 40% karbon 12n qramdır. 12n'dir. Bəs 100% birləşmə nə qədərdir? 14n üstə gəl 16. Buradan da yenə tənasüblə n'in qiymətinin 1 olduğunu hesablayırıq. Növbəti suala baxıram, 7-ci suala. Ağ fosfor, ozon və oksigen molekullarını verib. Bunlarda atomların sayı n'dir. Bunların maddə miqdarını istəyir. Ağ fosfor bildiyiniz kimi P4-dür. Ozon O3-dür. Oksigen isə O2-dir. Atomların sayı bərabər olmaq üçün bunların molunu necə götürməliyəm? Ozonun bizə molun verib 4 mol. Deməli, 4 mol ozon 12 atomdur. Mən elə götürməliyəm ki, ağ fosfor və oksigende 12 atom olsun. Onda ikisinin qiymətini 3 mol götürərəm. Çünki 3 vur 4, 12 atom edəcək. Oksigenin miqdarını isə atom sayı 12 olmaq üçün 6 götürərəm. Düzdürmü? Oksigenin miqdarını isə oksigen O2-dir, O2. 12 atom olmaq üçün 6 götürərəm. Deməli, 6 götürərəm, bəli. Y-də oldu 6. 6 ilə 3-ün qiyməti də bizə verəcək 9. Əziz dostlar, növbəti bir suala baxırıq. 8-ci sualda bizə deyir ki, mis OH2-də oksigenin kütlə payı A-dır. Hidrogenin kütlə payı B-dir. Mis OH2-nin molyar kütləsini hesablasaq, edəcək 98. Sulfat turşusunun da molyar kütləsi 98 edir. 98. Və biz bunu hesablanmadan nisbətlərlə asanlıqla tapa bilərik. Oksigenin kütlə payı A bərabərdir 32 böl 98 vur 100. Çünki 2 atomdur burada. Hidrogenin kütlə payı da B də bərabərdir 2 bölünsün 98 vurulsun 100. Oksigenin burada kütlə payı sulfat turşusunda C bərabərdir 4 vur 16, 64 bölünsün 98 vur 100. Eyni zamanda hidrogenin kütlə payı da olacaq D bərabərdir 2 bölünsün 98 vur 100. Deməli, buradan biz görürük ki, B ilə D bir-birinə bərabərdir. B ilə D bir-birinə bərabərdir. Gəlib indi A ilə C-yə aydınlıq gərək. 32 böl 98, 64 böl 98. Yəni, C A-dan 2 dəfə çoxdur və C bərabərdir 2A. Ona görə də 8-ci sualın doğru cavabı A variantı edər. Növbəti suala baxırıq. Mendelevin cədvəli üzrə elektromənfiliklərin artma sırasını müəyyən edin. Mendelevin cədvəlindən bizə bir parça verib.
Dövr üzrə soldan sağa biz bilirik elektromənfilik artır, yuxarıdan aşağı isə azalır. Deməli, buradan görürəm ki, X ilə Z-in elektromənfiliyi müqayisə etsəm əgər, Z-in elektromənfiliyi X-in elektromənfiliyindən çoxdur. Y ilə Z-in elektromənfiliyi müqayisə etsəm, demək, yuxarıdan aşağı olduğu üçün, yəni Y-in elektromənfiliyi də Z-dən çoxdur. Y-in elektromənfiliyi də Z-dən çoxdur. Onda mən burada elektromənfilinin artma sırasını deyirsə, X, Z, Y ardıcıllığı ilə göstərirəm. 10-cu suala baxıram. 10-cu sualda bizə deyir ki, maddə XYO4, XYO4-ün nisbi molekul kütləsini deyir. X-in kütləsinə deyib 2A, Y-in kütləsinə deyib A, oksigenə də deyib 2A. Buradan biz oksigenin kütləsini görürük ki, 2A'dır və oksigen burada 64 qramdır. 64 bərabərdir 2A, A bərabər 32. A-nın qiyməti 32-dirsə, onda Y-in kütləsi 32 olacaq. X-in də kütləsi 64 olacaq və mən bunun molyar kütləsini tapıramsa, XYO4 64 üstəgəl 32 üstəgəl 64. Bunları da cəmləyəndə edəcək nə? 160 qram. Doğru cavab E variantı. 11-ci suala baxıram. 11-ci sualda atom modelinə uyğun olanları müəyyən edin. Atomun planetar modelinin sxemi verilib bizə. Deməli, bu elementin birinci yarım səviyyəsində 2 elektron, ikinci yarım səviyyəsində isə 5 elektron var. Deməli, 1s-də 2, 2s-də 2, 2p-də 3. Cəmi 7 elektron var, bu azotdur. Cütləşməmiş elektronlarının sayı 3-dür. Orbitlərini çəksək, P orbitindəki 3 elektron təkdir. Ona görə cütləşməmişlər 3-dür. 1-ə yazacaqsınız 3. Valent elektronu, təkrar edirəm, bayaqki sualda da vardı. Qısa elektron formulunda verilmiş elektronların cəminə biz valent elektronları deyirik. 2s2, 2p3. Tam dolmuş orbitalların sayı. Orbitalların sayını belə göstəririk. Birinci orbital 1s2, 2s2. Tam dolmuş orbital sayıda oldu neçə dənə? 2 dənə. Deməli, doğru cavab C variantıdır. 3, 5, 2. 12-ci suala baxıram. 12-ci sualda bizə deyir, saf maddəni müəyyən edin. Saf maddəni müəyyən edin. Neft qarışıqdır, benzin qarışıqdır, polad qarışıqdır, çuqun qarışıqdır, etil spirti saf maddədir. Doğru cavab B variantı. 13-cü suala baxıram. SO2 və oksigenin kütlələri bərabərdir. Bunların atomların sayı nisbətini istəyir. Mən bunların hər birinin molyar kütləsini tapıram. 32, 16 vur 2. Bu da 32. Etdi 64 qram SO2. Oksigen də 32 qramdır. 16 vur 2. Əgər bunların kütləsini hər ikisinə M deyirsə, kütlələr bərabərsə, deməli oksigeni 2 mol göstərir. Onda atom sayı 2 mol oksigende 2 vur 2 4 atom var. B bərabər 4. 1 mol SO2'də isə 1 üstəgəl 2, A da bərabərdir 3. Bizdən A böl B nisbətini istəyir. A böl B nisbəti də bərabərdir 3 bölünsün 4. 4'də 3 də bilirsiniz ki 0,75 edər. Doğru cavab B variantı. 14-cü suala baxıram. Fiziki hadisəni müəyyən edin. Azotdan amonyakın alınması kimyəvidir. Yanma kimyəvidir. Südün turşuması kimyəvidir. Neftin krekingi kimyəvidir. Havadan azotun alınması, yəni havanı mayeləşdirirlər, oradan xüsusi üsullarla azotu ayırırlar. Ona görə 14-cü sualda da doğru cavab C variantıdır. 15-ci suala baxıram. Bir molekulunun kütləsi 30 böl Na, yəni hər bir maddənin bir molekulun kütləsini tapmaq üçün onun molyar kütləsini Avogadro ədədinə bölürəm. Ona görə də
X hansı maddələr olar? X o maddə olacaq ki, həmin maddənin molyar kütləsi 30 etsin. 14 üstə gəl 16, 30. Bir cavab verir. 24, bu da 6, bu da 30. Doğru cavab 1 və 2. Doğru cavab D variantı. 16-cı suala baxıram. Hansı elektron formulu atomun normal halına uyğundur? Yəni 2s1, 2p üstdürsə S-dən cütlərdən P-yə keçib, A olmaz. Deməli 3s1, 3p3 həyəcanlanıb. Y variantına baxıram. Qalan variantlarda gördüyünüz kimi, yəni orbitlərdən D-yə elektronlar keçib, D-yə ümumiyyətlə elektronlar varsa, 3s, 3p, 3d şəklində qısa elektron formulu verirsə, bu mütləq həyəcanlanma halıdır. Doğru cavab Y variantıdır. 2s2, 2p5. 17-ci suala baxıram. 17-ci sualda bizə deyir ki, mis və dəmir üçün doğru olanlar. Bunlar hər ikisi əlavə yarım qrup metallarıdır. Mən 29 misində elektron formulunu yazıram. 26 dəmirində. 29 mis 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d'də 10, 4s'də 1. 26 dəmirdə 1s'də 2, 2s'də 2, 2p'də 6, 3s2, 3p6, 3d6, 4s2. Və bizə deyir ki, uyğun bənd. 12p elektronu var. 12p elektronu baxaq görək varmı bunların? 6, bu da 6. Hər ikisinin 12p elektronu var. Yəni bu birincini yazacağım 3-ə. 7s elektronu var. 2, 2, 4, 6, 7. 4s1 olduğu üçün bu misə aiddir. 2. Bir cütləşməmiş elektronu var. Bu da misə aiddir. 3. 4 cütləşməmiş elektronun olması isə dəmrə aiddir. 3d6, 4s2. 4 dənə cütləşməmiş elektron var. Ona görə 2, 3, 1 və 4. Doğru cavab C variantı. Növbəti suala baxırıq. Yenə maddənin aqreqat halına aid belə bir gözəl sxem təqdim edirlər bizə. Suda yaxşı həll olan X maddəsi üçün hansı ifadə doğru deyil? Bu X maddəsinin, yəni cədvəldən görürük ki, ərimə temperaturu -40-dır, qaynama temperaturu isə -80-dir. Deməli, -40, -80 aralığında maye halındadır. -40-da, -40-a qədər bərk haldadır. -80-dən yuxarı isə qaz halındadır. Və biz üçün deyir ki, burada hansı ifadə doğrudur? 0 dərəcədə qaz halındadır. Yox, 0 dərəcədə mayedir. Çünki -40, ədəd oxu çəkərək bunu daha rahat göstərə bilərik. -40 buradadır. 0-dır, bu isə -80-dir. 0 Selsi dərəcədə bu maddə maye halındadır. 0 Selsi dərəcədə B-də deyir, bərk halda da olmaz. Su ilə qarışıqlı distillə üsulu ilə ayırmaq olar. Bəli, olar. Çünki suyun qaynama temperaturu 100 dərəcədir. Temperatur 80 dərəcəyə çatdıqda X maddəsi artıq qaynayaraq buxarlanıb ayrılacaq. Ona görə doğru cavab C variantı. 19-cu suala baxıram. 19 kalium müsbət ionunda olan P elektronların sayı S elektronların sayından neçə dəfə çoxdur? Əgər elementin biz müxtəlif video izahlarda bunlar haqqında məlumat vermişik. 19 kalium müsbət deyir bizə. Əgər elementin yükü müsbətdirsə, onda biz deyirik ki, elektron sayı proton sayından bir vahid azdır. Bunun 18 elektronu var. Və 18 elektronu varsa 1s2, 2s2, 2p6, 3s2, 3p6. 3d0, 4s1'dir. 4s'i də verib. Burayla işimiz yoxdur. P elektronların sayı S elektronların sayından neçə dəfə çoxdur? P6, 6. 12 dənə P elektronumuz var. 2, 4, 6 dənə də S elektronu var. 12-ni 6-ya böldüm. Deməli, 2 dəfə çoxdur. 2 dəfə çoxdur. Baxıram 20-ci suala. 20-ci sualda bizə deyir ki,
X müsbət 1-in aldığı elektronların sayı 2-dir, verdiyi elektronların sayı 4-dür. Eni müəyyən edin. X müsbət 1 əgər 2 elektron alıbsa, müsbət 3-dən müsbət 1-ə gəlir. Oksidaşma dərəcəsi 2 vahid azaldı. 4 elektron veribsə, 4 elektron veribsə, müsbət 1-dən 4 elektron, 2 elektron alıb, 4 elektron, verdiyi elektronların sayı 4-dür. Müsbət 3-dən burada 2 elektron alanda müsbət 1-ə gəldi. 4 elektron verdikdə isə, deməli, müsbət 1-dən müsbət 5-ə getməlidir. Oksidaşma dərəcəsinin qiyməti artmalıdır. 4 elektron verərsə. Aldığı elektronların da sayı müsbət 1-dir. Alınan hissəcik. Bizdə bunu hər iki halda soruşur. Onda gəlin belə deyək, x müsbət 3-dən müsbət 1-ə gəlir. Müsbət 1 halındadır. Müsbət 1-dən gedəcək, ikisini verəcək, ikisini alacaq. Müsbət 1-dən ikisini alanda gəlib çıxacaq mənfi 1-ə. Mənfi 1-dənsə biz ardıcıl aparmalıyıq prosesləri, əziz abituriyentlər. Müsbət 1-dən ikisini alanda mənfi 1-ə gələcək. Fərq bizə 2 verməlidir. Plus 2 elektron mənfi. Mənfidənsə yenidən 4 elektron verəndə x mənfidən müsbət 3-ə getməlidir ki, 4 elektron versin. Bizə yekunda hansı hissəcik alınır onu soruşur. Təkrar edirəm əziz abituriyentlər. Deməli, müsbət 1-dən 2 elektron alıbsa, gəlib mənfi 1-ə. 4 elektron veribsə, mənfi 1-dən gedib müsbət 3-ə və bizdən də məhz bunu soruşur. Ona görə doğru cavab C variantı. 21-ci suala baxıram. 21-ci sualda bizə deyir ki, x elementi 3s1, 3s2, 3b3 y-dir, 3s2, 3b5 də z-dir. Bunların bizdən atom radiuslarının artma sırasını soruşur. Atom radiusu dövr üzrə soldan sağa azalır. Ona görə də biz bunu z, y, x istiqamətində düzməliyik. Yəni, eyni dövrdədir bunlar, hər üçü 3-cü dövrdədir. Dövr üzrə də soldan sağa azalır deyə biz bunları z, y, x istiqamətində düzməliyik ki, doğru cavab da A variantıdır. 22-ci suala baxıram. 22-ci sualda deyir, kalyum bromiddə metalın kütlə payı, natrium bromiddə, kalyum xloriddə. Demək, kalyumun kütləsi 39-dur. Natriumda 23-dür, kalyumda yenidən 39-da aydın məsələdir. Brom 80-dır, xlor 35,5-dir. Metalın kütlə payı A bərabərdir. 39 bölünsün 39 üstəgəl 80. Belə saxlayıram. Yəni A-nın qiyməti. Burada metalın kütlə payı B bərabərdir. 23 bölünsün 23 üstəgəl 80. C-də isə C bərabərdir. 39 bölünsün 39 üstəgəl 35,5. Yəni, bunları elə nisbətlərlə deyək nədir, hesablayırıq. Burada görürük ki, ən böyük kütlə payı C-dədir. Çünki məxrəc kiçikdir. Sonra deyək A-dadır, sonra isə B-dədir. Və bu artıqlıqla ona görə doğru cavab B variantı. 23-cü suala baxıram. X maddənin həcmi x litrdir, atom sayı isə 2A-dır. Demək, NO-nun atom sayı. Burada fikir yürüdə bilmərəm, amma ikinciyə görə A-nın qiymətini tapıb x-i tapa bilərəm. Deməli, NH3-ün 1 molu 22,4 litrdir. 1 molunda da 4 atom var. A 4-dür, onda 2A edər 8. 2A 8 edir. Mən baxıram ki, bunun 1 molunda NO-nun 2 atom var. 1 molunda 2 atom varsa,
X molunda 8 atom var. Deməli 4 moldur bu və həcmi olacaq 89,6 litr. 24-cü suala baxıram. 24-cü sualda 0,4 mol NXOY-də 32 qram oksigen var. 11,2 qram azot var. 0,4 mol NXOY birləşməsində 32 qram oksigen və 11,2 qram azot var. Mən tapıram ki, bunun 1 molunda nə qədər oksigen var? X. 1 vur 32 böl 0,4 80 qram oksijenidir. 80 qram. Yəni 16Y bərabər 80-ə, Y də bərabər 5-ə. İndi bunun 0,4 molunda 11,2 qram azot var. 1 molda nə qədər azot var? X. 112-ni də 4-ə böləndə bu dedir 28. Yəni 14x bərabər 28. X də bərabər 2. Formulum oldu N2O5 və bunların da 1 molunda atom sayı 2 ilə 5 etdi 7. Əziz dostlar, keyfiyyət tərkibi, maddələrin keyfiyyət tərkibləri. Dəm qazının formulunu yazıram CO, kvarts kum silisium O2, quru buz CO2, kükürt dioksid SO2. Keyfiyyət tərkibi eyni olan dəm qazı və quru buzdur. 1 ilə 3. Deməli, 26-cı suala baxıram. X mənfi 3, X müsbət 3 sxemi üzrə dəyişmir. Element elektron verib. Elektron verəndə radius azalır, dəyişir. Proton sayı dəyişmir, neytron sayı dəyişmir. Elektron sayı da dəyişir. Doğru cavab 2 və 4. Növbət 27-ci suala baxıram. Yenə Mendeleyevin cədvəlindən kiçik dövrlərdən bir parça verib bizə. Bizə deyir ki, X elementinin, Y-in və Z-in elektron quruluşunu tapın. Aydın məsələdir. Bu birinci dövrdür, bu ikinci dövrdür, bu da üçüncü dövrdür. Z elementi 7-ci qrupun, ikinci dövr 7-ci qrupdur. 2s2p5'dir. Bu A'dır. X elementi 3-cü dövr 2-ci qrupdur. 3s2 3p1'dir. X elementi 3s2 3p1'dir. Y'dir. Və nəhayət deyək nədir? Y elementi isə 3-cü dövr 5-ci qrupdur. 3s-də 2, 3p-də 3'dür. Bu da olacaq C bəndi. C bəndi. Ətraflı yazılı şəkildə yazacağınız olan test sualları. Nüvəsində 24 protonu olan elementin normal halda cütləşməmiş elektronların sayı. Nüvəsində 24 protonu olan xrom elementidir. Xromu bilsəniz daha yaxşı, bilməsəniz də 24-cü elementdə elektron uçurumunun olduğunu 24 və 29-da istisna hal kimi yadda saxlamalısınız. 1s2, 2s2, 2p6, 3s-də 2, 3p-də 6, 3d-də 5, 4s1'dir. Cütləşməmiş elektronlarının sayı 6'dır. Və bu elementin dövrü sistemdəki qrup nömrəsini dövrü sistemdəki qısa elektron formunu yazıram. 3d5, 4s1 yazacaqsınız 5 plus 1, bu da yenə 6 edir. 1 cavab 6, 2 cavab 6. 29-cu suala baxıram. Cədvəli tamamlayın. Kükürdün birləşmələri SO2, 16 kükürt atomunun birləşmələrə uyğun qısa elektron formulu. SO2-də kükürt görürəm 4 valentlidir. Deməli, mən kükürdün elektron quruluşlarını yazıram. 3s2, 3p4, 3d0'dır. Burada 2 valentlidir. Deməli, həyəcanlanma olub. Onda qısa elektron formu olacaq 3s2, 3p3, 3d1 vəziyyətində yazıram ki, yəni bunun həyəcanlanma halına uyğundur. S-flor 6-da isə kükürt 6 valentlidir. Burada isə olacaq 3s1, 3p3,
3D-də 2. 30-cu suala baxıram. Yenə dövri sistem cədvəlindən əsas yarım qrup elementlərini verib. 12 magnezyum, 12-ci element. Burada olacaq 13, 14, 15. Onda Y oldu azot. Yəni 7-ci element. X-in hidridinin elektron formulu. X ikinci qrupdadır. Bunların hidridləri olacaq RH2. X və Y-in əmələ gətirdiyi birləşmənin bir molekulunda, deməli bu olacaq X2, Y3 olan elektronların sayını tapın. 12 vurulsun 2, 24, üstə gəlinsin 3 vurulsun 7. Yox, üzr istəyirəm. X3, Y2. X3, Y2. Yəni, çünki bu 3'dür, bu 2'dir. 6 böl 2, 3, bəli. 12 vurulsun 3, üstə gəlinsin 7 vur 2. Bərabərdir 50. İkinci cavabda 50-dir. Əziz abituriyentlər, öncədən onu da bildirim ki, digər sınaq imtahanlarında video izahları paylaşılacaq. Səhifəni ardıcıl olaraq izləyin və bu il qəbul imtahanında düşən suallar bu kitabçada verilmiş. Yəni, kimyadan 20 sınaq imtahan sualları modelinə uyğun şəkildə təqdim olunacaq. Hər birinizə